Yəqin ki, nə vaxtsa sosial şəbəkələrdə bu videoya rast gəlmisən. Xatırlayıram bir neçə il bundan əvvəl mən bu videonu görmüşdüm statuslarda, sosial şəbəkələrdə. Hətta bir yaxınım bu videonu mənə şəxsi də atmışdı və altında da bu məna yatırdı. Gör nə gözəl videodur. Əslində bəzi insanlar da bizə bu cür hiss etdirməsələr, biz də o çiçək kimi görünərik. Fərqinə vardım ki, bizə bu cür videolar gələndə adətən biz özümüz haqqında düşünmürük. Adətən o etməsəydi, başqaları etməsəydi deyə fikirləşirik. Mən də əslində etiraf edeyim ki, o gün o videonu ilk görəndə bunu düşünmüşdüm. Nə maraqlı videodur, həyat da belədir. İnsanlar bizimlə belə rəftar etməsələr, o bitki kimi boğmasalar, toksik olmasalar, biz də o çiçək kimi görünə bilərik. Sonra ağlımda maraqlı bir sual yarandı. Bəlkə də bu sual mənim həyatımın dönüş nöqtəsi oldu. Öz-özümə soruşdum. Bəlkə sən o videodakı çiçək deyilsən, o boğan bitkisən. Bəlkə sən hərəkətlərinlə və dilinlə nə vaxtsa kiməsə o cür hiss etdirmisən və ya hələ də hiss etdirməyə davam edirsən. Bu əslində özünü günahlandırmaq deyil, məsuliyyəti bölüşməkdir. Və yaxud da başqa bir sual. Əgər gerçəkdən həyatında sənə o cür hiss etdirən insanlar varsa, sən o cür hiss etdirməklərinə niyə, nə qədər, necə icazə vermisən? Yadımdadır bir dəfə bir yerdə oxumuşdum. Biz barmağımızı kiməsə uzadanda, kimisə günahlandıranda, bir barmağımız onu göstərirsə, qalan 3 barmağımız yenə qayıdır özümüzü göstərir, özümüzə baxır. Çünki biz başqalarının davranışlarından məsuliyyət daşımırıq, dəyişdirə bilmərik, amma biz öz davranışlarımızı dəyişdirə bilərik. Ona görə bir dəfə qarşıya baxanda insan gərək ki 3 dəfə özünə dönüb baxsın. Mənə elə gəlir ki, həqiqi psixoloji inkişaf özünü düzgün və səmimi qiymətləndirməkdən, özünü tanımaqdan, özünə doğru suallar verməkdən başlayır.